Beləliklə komandalar meydana daxil olurlar, bir-birlərini salamlayırlar və düşünürəm ki, heyətlərlə tanış olmağın zamanıdır. Öncə meydan sahibi Inter komandasının heyəti qapıda Səlahiyyət Ağayevdir. Digər futbolculara gəlincə 3 Deniz Silva Cruz, 4 Slavik Alxazov, 7 Mirsahib Abbasov, 8 komandanın kapitanı Nizami Hacıyev, 10 Elnur Abdullayev, 11 Rauf Əliyev, 14 Zurab Xizanaşvili, 22 İlkin Qırtımov, 24 Fuad Bayramov, 27 Adrian Skarlataki. Görüşün baş hakimini görürük. Orxan Məmmədovdur. Bugünkü oyunun baş hakimi, ona Vaqif Musayev, Akif Əmrəli və Ziya Nəsirov kömək edirlər. AFFA nümayəndəsi Arif Fərəcov, hakimin inspektor Kərim Ağayevdir. Zirə komandasının heyəti bugünkü görüşdə Zirə komandasında qapıda Anar Nəzirovdur, 5 Adil Nağıyev, 6 Vüqar Mustafayev, 8 Milan Duric, 10 komandanın kapitanı Elvin Məmmədov, 16 Akim Latifu, 20 Sezar Mezakolli, 23 Yovan Kırneta, 28 Təmkin Xəlilzadə, 43 Richard Gadze, 24 Michel Lorenzo. Zirə komandasının baş məşqçisi Ayxan Abbasovdur. Sakit tərzdə keçən görüşdə hələ ki oyun əsasən meydanın mərkəzində, ən yaxşı halda cərmi meydançası həndəvərində gedir. Təhlükəli hücumlar yoxdur, kombinasiyalı oyunu görmürük, qapıya zərbə də yoxdur. Yalnız elə bu sözümüzü eşitmişdir sanki. Gadze, topu məhz ora qoymaq lazımdır. Zərbə indirilir, amma Nizami Hacıyevin indirdiyi zərbə çox uğursuz alındı. Bu standart vəziyyətdən komandasına faydalı ola biləcəkmi? Top qapı qarşısına gəlir, qapıya zərbə indirilir. Geri qayıdan top və təhlükəli zonadan uzaqlaşdırılır, amma Inter futbolçuları topa nəzarət edirlər. Elvin bir qədər irəlilədikdən sonra Duric, onun da təhlükəli zərbələri var. O zonasında həmişə futbolçular çoxluq təşkil edirlər. Qapıya zərbə və qapıçı topu geri qaytarır. Bu da nəhayət ki oyunda, deyək ki, ilk yadda qalan təhlükəli vəziyyət. Səlahiyyət Ağayev Zirənin futbolçusu Richard Gadze'nin qüvvətli zərbəsini dəf elədi. Inter üçün heç bir təhlükə yaratmadı. Bu isə bütün oyun ərzində ilk yadda qalan epizod. Qanalı futbolçu nəhayət imkan tapdı. Hücumu qapıya zərbə ilə başa çatdırdı. Bax buna qapıya zərbə demək olar. Və Zirə futbolçuları indi sol cinahda Xəlilzadə top gözləyir. Topu qəbul elədi və dərhal qapı qarşısına göndərir və top qapıdan keçir. Müdafiəçiyə toxunub istiqamətini dəyişəndən sonra qapıcı Səlahiyyət Ağayevin bütün cəhdinə baxmayaraq topun qapıya daxil olmasına epizod izləyirik. Bəli, bu avtoqoldur. Çünki qapıya zərbə yox, top qapı qarşısına gedirdi. Burada isə Deniz Silva Cruz, Braziliyalı, Interin Braziliyalı futbolçusu bax beləcə topu öz qapısına göndərir. Bu Interin mövsümdə ilk avtoqoludur. Burada nə baş verir? Bir də izləyək burada baş verən epizodu. Bunu qapıçıya ötürmə kimi epizodu izləyək. Bu dəfə isə Inter futbolçuları hakimin qərarını dəyişməsindən narazıdırlar və nəticədə Xizanaşvili də indi sarı vərəqi ilə cəzalandırılır. Komandanın 1-0 hesablı üstünlüyü var Zirənin. İndi Interin bərabərlik yaratmaq imkanı və top qapıdan keçir. Rauf Əliyev Interin ən məhsuldar futbolçusu qarşılaşmanın 47-ci dəqiqəsində bərabərlik topunu vurur. Nəzarətsiz buraxdılar Rauf Əliyevi və o sol ayağı ilə qapıçının bağladığı yaxın küncə göndərir topu. Əslində burada Anar Nəzirov yaxın küncü
bağlamamış da deyə bilmirik. Bağlamışdı, amma zərbə qüvvətli alındı. Yaxşı mübarizə apardı. Topu özündə saxladı və Skarlatake hücuma dəstək verən futbolçu topu cərimə meydançasına göndərir. Qapıya başla Rauf'un endirdiyi zərbə. Dəqiq olsa da zərbə qüvvətli deyildi. Xiznaşvili. Yaxşı ötürülür top, amma Qırtımov topa çatmadı. Hakimin köməkçisi bayrağı qaldırır. Əllə toxunuş mu vardı burada topa? Hakimin fikrincə Anar Nəzirov topa əllə toxunmuşdu və bu da qırmızı vərəqə. Futbolçunun zərbə vurmasının qarşısını kəsərkən əllə oynamışdı. Görürsünüz bu epizodda hakimin köməkçisi bayrağı qaldırdı, buna işarə verdi. Hakimin işarəsi gəldi. Skarlatake'nin vurduğu top zərbə dəqiq olmur. Top qapının üstündən keçir və epizodun təkrarını izləyirik. Skarlatake dəqiq oynamadı. Bu dəfə İdbako idi topun qarşısını kəsən. Cərimə meydançası həndəvərinə daha bir ötürmə. Burada Mustafayev komandası üçün daha faydalı formada topu uzaqlaşdıra bilərdi. Alınmadı və elə bu vaxt görüşün baş hakimi Orxan Məmmədovun final fiti səsləndirəsi tamaşaçılar.